Lərində eləsini də gördük. O dire çıxdıq var dövlət axtarışına. Biraz əvvəl dediyimiz o xəzinə dağı ki var, ora çıxırıq biz, hörmətli tamaşaçılar. Deyirəm, bu xəzinə dağında nəsə bir şey tapsaydıq, mən də Bəxtiyar da canımız tutarardı bu yollarda. Amma zarafat da həqiqətən bunun özünün bir gözəlliyi var ki, insan gəzir, dolanır, səyahət edir və çox şeylərə, necə deyərlər, bələd olur və həqiqətən öyrənir və nə vaxtsa da öyrədəcək. Sualım var, davam edir. Baxın, görək Xəzinə dağında necə? Bizim bildiyimiz Xəzinə dağıdır, yoxsa sadəcə adı var. Həmən burada olması lazımdır, hörmətli tamaşaçılar. Gördüyünüz bu yerdə olmalıdır. Həmən bu dağ deyilən Xəzinə dağı, əslində bu bir dağ deyil. Yəni, görürsünüz tamamən Bəxtiyar bu örgüləri tam ayrıntısı ilə çək. Çay daşları ilə hörülmüş bir piramida formasında bir mağara kimi bir yerdir. Yəni, burada rəvayətlərə görə İskəndər də deyən var. Ondan sonra Ağa Məhəmməd Şah Qacar deyən də var. Yəni, rəvayətlər də var. Təbii ki, hər hansısa biri ola bilər. Yəni, burada hansısa bir müasirəyə mi düşüb, yoxsa qoşunları tələf mi olub, əlində olan sərvətini deyirlər ki, hələ bura basılıb, üstünü də hörgü ilə ördürüb, üstünü də torpaqlayıb, sanki bir dağ kimi və bununla da məsələ tutarıb. Biz bu, həmən burada bir dəlik var, o dəliyin burada hörmətli tamaşaçılar, baxın, Bəxtiyar buranı verə bilirsiniz. Burada bir dəlik var, bu dəlikdən içəri girirsiniz və yəni deyilənlərə görə girilir və torpaq olduğu üçün artısa bir 10 metr, 15 metr gedəndən sonra torpaq olduğu üçün ta içinə qədər, yəni dərinliyinə qədər gedə bilmirlər. Əslində buna dövlət əhəmiyyətli bir tədqiqat lazımdır, araşdırma lazımdır. Görürsünüz, bunlar tamamən, yəni dağ deyil, torpaq deyil, tamamən çay daşından hörülmüş bir xəzinədir. İçində Allah bilir, indi tapılsa, həmən bu xəzinə dağı Padar kəndi, yəni Ağsunun Padar kəndi ərazisində yerləşir. Biz dağın ətrafına keçəcəyik biraz sonra, orada da tam olaraq örgünün şahidi olacaqsınız. Sualım var, hər ki davam edir, izləyin, maraqlı görüntülər sizi gözləyir. Həmən bu yüksəkliyin, yəni bu dağın, belə deyək də, dağ deyək, yəni zirvəlikdir bura. Arxa tərəfinə keçəcəyik və orada da hörgünün şahidi olacaqsınız. Bu da dağın həmən o hörgünün arxa tərəfi. Görürsünüz, eyni qaydayla hörülmüş, çay daşlarından hörülmüş bir yüksəklik. Altı amma bunu tuneldir, hörmətli tamaşaçılar. Xəzinə dağı əslində qazılsa, nə bilim artıq nələr çıxacaq. Bax, Bəxtiyar, ta aşağılara qədər hörgü davam edir. Az getdim, yüz getdim, dərə təpə düz getdim. Bir də gördüm, Bəxtiyarın səsi səmiri çıxmır. Ay kişi, hara yox oldun deyib, çönüb arxama baxanda nə görsən demişim. Bəxtiyar lal kar durub Xəzinə dağına baxır. Bilirəm, onun könlündən nə keçir. Yəqin istəyir məni yola salsın, yarıb Xəzinə dağını var dövlətə sahib olub aradan çıxsın. Ay, hay, mən heç sənə əldən buraxaram Bəxtiyar. Onsuz da əlinə bir şey keçən deyil. Gəl, gəl. Bir də bəs mənim Bəxtiyarım kim olar? Gəl Bəxtiyar.
Gəl qardaşım. Amma kameranı söndürmə. Bunlar çox yaxşı görüntülərdir. Arkada görürsünüz, aşağıda daha doğrusu Padar kəndi. Həmən bu xəzinə dağı Padar kəndi ərazisində yerləşir, hörmətli tamaşaçılar. İzləyirsiniz, tam bir hörgüdür. Sanki bir bina, sanki bir piramida və çay daşlarından hörülmüş, insan əli dəymiş bir dağ. Amma hələ də bunun sirri çözülmüyor. Hal-hazırda biz görürsünüz ki, yani artık buradan da buraları da tərk etmək istəyirik. Belki de ayağımızın altında böyük bir xəzinə olduğunun fərqində deyilik. Amma həqiqətən də kiçik ehtimal veya böyük ehtimal rəvayətlərə görə yenə xatırladıram bunu ki Makedoniyalı İskəndər Avropadan Asiyaya ki yürüyüş əsnasında sərvəti o qədər çox olub ki, hətta özü ilə daşıya bilmədiyi üçün bax buralara bastırıb çıxıb gedib. Təbii ki, hörgü hörülüb və deyilənlərə görə çox qazıntılar aparılıb, amma onun içine hələ də daxil ola bilməyiblər. Çünki içəridə böyük bir sir var və necə deyərlər, delinməz, aşılmaz qayalar formasında içəridə yerlər var və hələ də bu sir çözülməyib. Ağsuda Padar kəndində sualım var. Bu xəzinə dağında sizə əks etdirdi ekranlarınıza. Biz hələ ki davam edirik. Bəxtiyar, sən də gəl qardaşım. Görək qarşımıza daha nələr çıxacaq. Dağa dırmaşmaq adamda nəfəs qoyar. Susuzluqdan yandıq, endik Padara, girdik xudmani bir həyətə. Bir stəkan çay içib yola davam edəcəkdik. Amma Minarə nənənin Nəştərxan söhbətinə olan maraq bizi biraz ləngitdi. Gəlmişik bir evə çay içməyə Padar kəndində, Ağsunun Padar kəndində. Bir qonaqpərvər bir qardaş bizi çaya dəvət edib. Amma burada təndir başında bir nənə var, onu çəkmək istəyirik biz. Qəribə bir yemək pişirir, bilmirəm amma nədir. Gəlirsən? Gəl. Ay nənə, salam aleyküm. Hoş günün olsun. Canım ciğerim. Ne tersen? Ne var ne yok? Bak size konak gelmişik. Bak burada simavar var. Simavar çayı koyacaksınız bize. Bir saat kaynatacağım, ondan vereceğim içersin. İnşallah. İnşallah. Odunla koyarsan yoksa kömürle? Kömür var orada. Kömürle koyacaksın. He. Adın ne dayı nene? Adım Minara. Minara. Ha. Minare yoksa minara? Minara. Ha, kişi rəhmətli minara koyup, He. atan rəhmətli. Atam, Allah rahmet eylesin. Ha, ama bu minaredir de, o mescidin minaresi olur He, mescidin minarası. Elə hara geçsem mənə deyirlər, mescidin minarasısın sen. Yaxşı, hadi ne pişirirsən sən? Kuş eti. Kuş əti. He. Bak, biraz evvel dedim ki bu induşkadır. Dediler yok induşka değil. Nedir? Kuş eti. Yok nedir? Padarda ne deyirlər induşkaya? Hündüşkan Neşterxan da deyirlər, kuş da deyirlər. Kuş da değil. He, Şimdi he. burada ne pişir? Kuş. Kuşun adı nedir? Neşterxan. Neşterxan. O Neşterxan ne boyda kuştu? Ne tər kuştu? Bax beləncik kuş da belə. He. Yeriyir. İnduşkaya deyirlər onu. Hə, hündüşkan deyirlər. Can. Canım cennet. En çok Neşterxan deyirlər Padarda yoksa induşka deyirlər. Elə ən çox hündüşka deyirlər, Neşterxan deyirlər. İki dili var da bunun. Ay sağ ol. Hə. Yaxşı, sen bize bu pişirdiğinden yani görüp vereceksen bundan bize. Bak. Bəxtiyar, gözüvə nə ver? Hündüşka. Gözüvə induşka yok, gözüvə Neşterxan ver. Çünkü biz Padardayıq, Ağsunun Padar kəndində. Burada induşka Neşterxan deyirlər. Ay nənə, Neşterxan niye deyirlər Neşterxan?
Nə bilim, elə bizim ata-babadan adı, o Neşterxanın adı Hündüşka Neşterxan qoymuşuq. O xan indi bilirik ki, xanlar, şahlar, Hə, bəylər. Hə, İnduşka belə yəni quşların xanıdır deyə Neşterxan deyirlər. hə, qoyundur, Hündüşkadır, xanların bəyin sürfasıdır. Hə, sürfasıdır, kababıdır. Mənə desəydiniz, bunu elə kabab eləyərdim. Yeyərdik, belə qəşək. Vallahi amma biz çay içməyə gəlmişik. Əcəb eləmisin, çay da Sən qurban. əlindən, sənin əlindən o bax bu bu gözəl əlindən bax. Sənin bu gözəl əlindən yox can. Sağ ol. Sənin bu gözəl əlindən çay içmək bizə böyük şeydir. Nənə, neçə yaşın var sənin? Mənim 73 yaşım var. 73 yaşın var. Hə, Sənə bir dənə sual versəm tapa bilərsənmi? Başa dönüm, çox savadım yoxdur. Dedə görüm taparaq. Yox, məsələ misal deyil valla. Bildiyin cavabdır. Hə. Deyimmi? Dedə de. Ağ su ağardır yoxsa qaraldır? Yaşadığımız ağ su yoxdur, Ağsu Hə, rayonu. hə. Ağ su ağardır yoxsa qaraldır? Ağardır. Niyə? Ağardır da Ağsu yaxşı yerdir. Yaxşı yerdir. Hə. Yaxşı insanlar yetişdirir. Hə, yaxşı. Üz ağardır ağ su. Hə, neşə ağartmır, yaxşı. Qaraltmaz ki. Yox, yox. Sənə qurban. Yaxşı. Belə deyək. Kişi dururmu? Yox, kişi neçə ildə ölüb? 18 ildir, 19 ildir. Allah rəhmət eləsin. Allah rəhmət Mən Bakıdaykən belə bir sual qoymuşdum ki, bu nəyindir? Yəni sirri nədir ki, elə bil ki, ər-arvad ki olur ha. Kişi öləndə arvad çox yaşayır. Amma arvad öləndə kişi az yaşayır. Bunun sirri nədir? Ay nənə, bax 73 yaşındasan, Padar kəndində bax belə ağ bir çəklə nənə cavabı nə olardı? Da indi o Allahın işidir da. İndi kişiyə yaxşı qulluq olsa çox yaşayar. Aha. Az qulluq olsa az yaşayar. Arvad da indi kişi öləndə özünə müğayət olur balasına, özünə müğayət olur ki, mən bu balamı bir böyüdüm, bir tərəfə çıxardım. Arvad deyir. Arvad deyir. Amma kişi arvadın getməyinə dözə bilmir. Kişi arvadın getməyinə dözə bilmir. Siz də mənim başdan. Bala gedir də indi birin öylənir, birin başsız dolana bilmir. Ay sağ ol. Arvada nə var? Arvad kəli ilə Allaha şükür 7 baladan saxlamışam. Ay maşallah. Bax bu boyda. Mən bu uşağın qocalıqda alırdı. Uşaq pul alırdı. Bax mənim bu axır gedir. Ha, Uşaq pul alırdı. gəlin bura, gəlin. Budur sənin axırıncı balan. Axırıncı balam bax bu. Adın nədir? Qərib. Qərib. Kişi rəhmətə gedəndə Allah rəhmət eləsin. Neçə yaşın vardı? Balaca idi, məktəbdə oxuyurdu. Məktəbdə oxuyurdunuz. Neçənci sinifdə idi? Əvvəl elə bil 3-də idim, 2-də idim. Bax belə idi. 3-də 2-də. Elə olar da. Bəs yaxşı, bax indi anan deyir ki, bax, neçə uşağın var? 7? 7 balam. Maşallah. 7 dənə uşağı böyütmək kişisiz çətin olmurmu ay nənə? Nə bilim, Allah qismət elədi də böyüdü. Allah ruzusunu verir Allah vallahi. köməyin olsun. Hə, ona görə də Allah sağlık qapı, məhləm bax belə oldu. Önü hamısını ötükdüm Allaha şükür. Hamısını ötükmüşəm. Hamısını ayırmışam, öyləndirmişəm, köçürtmüşəm. Vallahi maşallah. Hə, indi bax, mənim belə vaxtım. Allah səni sağ eləsin. Sağ ol, sizin sən belə. cənnətə getməsən, heç kim cənnətə getməyəcək. Allah Nə sən bilim, dünyada da xoşbaxt eləsin. Sağ O ol. tərəfdə də xoşbaxt eləsin Sizinki inşallah. ilə, sizinki Balaları ilə. da sənin gözünə fəxr eləsin. Sağ ol. Allah köməyiniz olsun. Allah Sağ ol. razı olsun. Bizə bir dənə alqış elə də, nə olar, dua elə. Mən hara gedirəm, yaşlı kişi oldu, yaşlı ağ belə ağ bir çay oldu, ağsaqqal oldu, hamısı duasını alıram, toplayırıq. Bəxtiyara da çatır, bizə də çatır, tamaşaçılara da çatır. Allah canınızı belə sağ eləsin. Allah şuzaban eləsin. Amin. Bax, orada Bilal Əfəndi var ya, o Bilal Ha. Əfəndi mənim dədəm də elə hesab elə. Onun üstündə Allah. minbər. Hə. O minarə minbərdə mənim adımı da onlar qoyub. Minarə minbər sizə kömək olsun. İşinizə bax. Amin. Nənə, Canınızı sağ ol. sağ eləsin. Sağ ol. Həmişə xoşbaxt olasınız. Oğlunuzla, qızınızla, balınızla, bala. Sağ ol. Adınız nə idi sizin? Qərib. Qərib. Sən axırıncı uşaqsan, adını niyə Qərib qoyublar? O uzundur biraz. Onun Uzun məsələdir. uzun məsələ. Yaxşı. Belə deyək də, indi ananıza
belə gərək siz əlinizin ovucunuzun içində saxlayasınız. Elədir. Ki 7 dənə övladı kişisiz böyütmək indi hər kişinin işi deyil ha. Kişi baxa bilmir hələ kişiliyi ilə. Elədir. Saxlayırsınız ovucunuzda. Gözümüzün üstündə. İndi bir dənə öp nənəni. Öp ananı. Ana sağ ol. Sağ ol. Mənim canım. Sağ ol. Sağ ol. Bico, Qamarcoba, Bico. Yox ha balam, biz Gürcüstanda zətdə deyilik. Biz Ağsuyun Bico kəndindəyik. Bəli. Ağsuda ən qədim kəndlərdən birisi Bicodayıq və Biconun adını, tarixçəsini də öyrənməyə çalışacağıq. Amma əsas məqsədimiz bura gəlmişik. Bico, belə deyək də, buranın ən qədim əl işlərindən birisi olan xalçaçılıq da varmış. Ona görə